götürsək, görürük ki, kifayət qədər keyfiyyətli, uzun müddətli istifadə üçün yararlı TV-boxlar istehsal edir. 2020-ci ildə təqdim elədiyi TOX 1 hal-hazırda da istifadə edənlər var. Amlogic X3 prosesorla, Android 9-la. Ondan sonra stick formasında TOX 2 Allwinner prosesorda çox da populyar olmadı, amma növbəti TOX 3 çox möhtəşəm TV-box idi, çox populyar oldu, hal-hazırda da aktivdir, kifayət qədər insan istifadə edir. Amlogic X4 prosesorla, sonra gəldi TOX 4, TOX 4 artıq TOX 3 qədər olmadı, çünki orada Rockchip prosesor təbii ki TOX 3 qədər ola bilmədi. Və növbəti TOX 5 Lite qarşımızdadır, görürsünüz. Bu da mən inanıram ki, TOX 1 və TOX 3 qədər populyar olacaq, onlar qədər keyfiyyətli olacaq. Uzun müddət kim TV-box istifadə eləmək istəyirsə, bu TV-boxlara müraciət eləsin. Bayaq qeyd elədiyim kimi 2020-ci ildə istehsal olunmuş TOX 1 hal-hazırda da problemsiz şəkildə işləyir, artıq 6 ildir. Bunu da indi kimsə alsa istifadə üçün 6-7 il təbii ki, rahatçılıqla istifadə edə bilər. Neysə, çox danışdıq. Belə bir keyfiyyətli qutuda gəlir. Üzərində heç bir artıq yazı, reklam lövhəsi, heç bir şey görmürsünüz. Sadə, minimalist keyfiyyət. Arxa hissəsində məlumatlar göstərilib. Amlogic S95X5M, 2 GB RAM, 32 GB yaddaş. RAM burada DDR4-dür, çox sürətli RAM-ı var. 1000 megabit internet, Ethernet LAN kabel, Wi-Fi 2.4.5, Android 14. İndi qutusunu açaq, birgə baxaq. Qeyd edeyim ki, Azərbaycan dilində və Türk dilində ilk videodur bu YouTube-da. Ona görə əməyimizə qiymət verin, zəhmət olmasa abunə olun, bəyənmələri unutmayın. Belə bir pultu var, düzdür, pultu sadədir, səsli axtarışı mausu yoxdur, amma material baxımından keyfiyyətlidir. Yəni, digər bu pulta oxşayan pultlar var təbii ki, ucuz, onlardan deyil, kifayət qədər keyfiyyətlidir, uzun müddət istifadə eləmək olar. Təbii ki, digər pult almaq və istifadə eləmək Bluetoothlu səsli axtarışlı mausdur, daha gözəl olardı. Adaptörünə baxaq. Burada artıq görürük ki, ilk dəfə USB Type-C. Bu da 5 volt, 2 amper və HDMI kabel. İndi bunları yığışdıraq. Səliqəli formada TV-boxun özünə baxaq. Belə bir dizaynda sadə, minimal TOX 5 Lite. Gördüyümüz kimi soyutma üçün yerlər kifayət qədər çox qoyulub. Soyutma sistemi bu TV-boxda çox superdir. Yəni qızma ümumiyyətlə bu TV-boxda yoxdur, olmayacaq. Digər YouTube videolarında digər həmkarlarımız paylaşıb. Onların videosundan da TV-boxun içinə baxa bilərsiniz. Böyük, çox gözəl, 2 qatlı radiator içərisində quraşdırılıb və soyutma sistemi deyərdim ki, çox əladır. USB girişlər, kart, LAN girişi, 1 gigabit HDMI çıxış və adaptör girişi. İndi toka taxaq. Adaptörünü arxasından çıxardım. Belə bir işığı yanır. Görürsünüz ki, ekranda TOX logosu gəldi. Bir daha yenidən qoşmaq istəyirəm. Əvvəldəki prosesorun logosunu görmədik, amma indi gördük ki, S95X5M. Açılma sürəti də kifayət qədər yüksəkdir.
Mən mouse'lu pultdan təbii ki istifadə edəcəm. Görürsünüz ki, belə bir launcheri var. Təbii ki, biz bu launcheri dəyişdirə bilərik. Üzərində 2 launcherlə gəlir. Bir Tox launcher, bir də bu gördüyümüz launcher. İndi biz değişək. Ana ekrana gəldik. Tox launcherə keçə bilərik və ana ekrana qaydırıq. Bu formada Tox launcher. İstədiyimiz launcheri qura bilərik təbii ki. Heç bir problem yoxdur. İlkin olaraq AIDA64 ilə məlumatlara baxaq. Görürsünüz ki, ürətici, istehsalçı Tox, model Tox 5, 2 GB RAM olduğu görünür və boş qalmış 23-25 GB yer var. İşləmcisinə baxaq. Amlogic S95X5M təbii ki. Cortex A55 2500 MHz. Burada 6 nanometrdə tex proses. Bu da çox gözəl. Ekran kartına da baxaq. Görürsünüz ki, Mali G310. Qeyd edeyim ki, X5M prosesor X4 prosesordan hardasa 25% daha güclüdür, daha sürətlidir. Mali G310 da digər Mali G31-dən təqribi olaraq 30% daha güclüdür, daha sürətlidir. Wi-Fi təbii ki 5G-ni də dəstəkləyir. 2.4-ü də dəstəkləyir. Android versiyası da görürsünüz ki 14. Sonra temperatur göstərək. Görürsünüz ki 43 dərəcə. Maksimum temperatur 65-67 dərəcə ola bilər. Çox normaldır. Kodeklərdə təbii ki kodekləri dəstəkləyir. AV1-i də təbii ki dəstəkləyir. Oradadır. Onu da qeyd edeyim ki, növbəti illərdə AV1 kodek ümumiyyətlə bütün videolarda tələb olunacaq və AV1 kodek olan, dəstəkləyən TV-Boxlar almaq mütləq olacaq. Gördüyümüz kimi məlumatlar çox dəqiq, çox göstərildiyi kimi yerindədir. Heç bir fake, yalan yoxdur. Ayarlarına daxil olaq. Görürsünüz ki 5G və 2.4 dəstəkləyir. Cihaz məlumatlarına baxa bilərik. Haqqında bölümünə gəlirik. Görürsünüz ki Tox 5, Android 14. Üzərinə klikləyirik. Görürsünüz ki Android 14 logosu gəldi. Deməli orijinaldır. Burada 2026 iyun ayında yeniləndiyi axırıncı yenilənməni göstərir. İndi yoxlayaq görüm, yenilənmə varmı? Bəli, var. Görürsünüz ki, süni intellekt görüntü yaxşılaşdırma əlavə edilib və digər sistemdə dəyişikliklər üçün bunu quraşdıra bilərsiniz. Avqust ayının son yenilənməsidir. Baxmayaraq ki, bu TV-Box Google lisanslı deyil, amma tez-tez Tox şirkəti bu TV-Boxları yeniləyir, yenilənməsində heç bir problem yoxdur. Alıb rahatçılıqla istifadə etmək mümkün. Burada təbii ki, özünə məxsus ayarları var. Heç bir başqa TV-Boxda olmayan ayarlar var. Onlara da baxa bilərsiniz. Bəzilərini mən sizə göstərim. Panellər və arayüz, məsələn, burada sistem məlumatları, buradan bəzi məlumatları göstərə bilir. Yəni, yuxarıda və aşağıda və yaxud digər donanım monitoru. Burada bu TV-Box'un ön panelində məlumat yeri var. Biz buradan, məsələn, temperaturu, prosesorun temperaturunu buradan seçsək, bizə burada neçə dərəcə qızdığını müəyyən intervalla göstərəcək. Onu da ayarlamaq mümkündür. Burada nə var?
bayaqki kimi indi aşağıdan məlumatları gördünüz, aktiv edib müəyyən funksionallıqlara baxa və istifadə edə bilərsiniz. Buradan səsli axtarış təbii ki, həm Tox var, həm Google var, axtarış sistemi, animasiyaları azaldıb çoxalda bilərsiniz. Burada da dediyim kimi, bayaq göstərdiyim kimi məlumat, prosesor, RAM-ı nə qədər yüklənib, görüntü modu, HDMI. Bunlar yalnız bu TV Box-a məxsus olan ayarlardır. Bunları da istədiyimiz kimi dəyişə bilərik. Burada da təbii ki, HDMI kek dəstəkləyir. Belə digər təbii ki, Bluetooth var. Digər ayarlar, digər standart olaraq Android ayarlardır. Buradan da göstərirəm ki, kimə nə maraqlı olsa baxa bilər. Yəni, böyütmək, kiçiltmək, görüntü keyfiyyəti 4K-dan da aşağı kimi gedir. Kimdə televizor 4K olsa, avtomatik olaraq 4K görüntü də qalır. İndi Wi-Fi sürətini yoxlayaq. Təbii ki, biraz hal-hazırda Wi-Fi-dan biraz uzaqdayam, biraz yox, kifayət qədər uzaqdayam. Yenə də Wi-Fi sürətinə baxaq. Çünki Wi-Fi çipi də çox sürətli Wi-Fi çipi qoyulub. İndi biz bunu görəcəyik. Wi-Fi çip bizə nə qədər Wi-Fi verdi uzaq məsafədən. Mən bunu yaxın məsafədən də ölçərək əlavə olaraq göstərərəm. Yenə də 59 megabit 4K. Burada görürsünüz 4K. Yaşıl işıq yandı, yəni 4K-ya qədər videoları açmağa bu sürət kifayət edir. Tox 5 Lite videoda qeyd etmişdim ki, Wi-Fi biraz kifayət qədər uzaqdaydı. Ona görə indi bir daha çəkirəm Wi-Fi sürəti. Wi-Fi modeminə daha yaxındır. Wi-Fi 5G-də indi sürəti ölçək yenidən. Görək nə göstərəcək. Görürsünüz ki, kifayət qədər yüksək internet sürəti qeyd aldı. 451 megabit, hətta 8K-ya kimi video açılışlarına kifayət edir. Qeyd etdiyim kimi, Wi-Fi çipi, Wi-Fi antenası çox gözəl, çox yaxşı siqnal qəbul edir. Daha baxaq, 5G-yə qoşulmuşuq, yoxsa bəli 5G-yə qoşulmuşuq. Digər proqramların açılmağına da baxırıq. Həm capture kartın ötürmə sürəti zəif olduğuna görə biraz gecikmələr var. Amma bu demək deyil ki, bu gec açır. Kifayət qədər sürətli açır. Hər hansı bir videolara da daxil olduqda görürsünüz ki, videoların keçidi 1 saniyə ərzindədir. Hətta saniyədən də azı görürsünüz. Kifayət qədər görürsünüz. Yəni YouTube-un açılmağı çox sürətli. Həmçinin də digər hər bir proqram yüksək sürətlə açılır. Problem yaşanmır. Təbii ki, X5M prosesor, qrafik prosesor da təbii ki, G310 da çox sürətlidir. 2 GB RAM olmağına baxmayaraq kifayət qədər sürətli işləyir. Ev knopkasına 2 dəfə basaraq ardıcıl arxa fondakı proqramları təmizləyə bilərsiniz. Daha nə göstərə bilərəm sizə? Görürsünüz ki, işləməsi kifayət qədər sürətlidir.
Belə bir launcherdə yükləyərək istifadə edə bilərsiniz. Daha rahat, daha hər şey aydın şəkildə göz önündə. Məncə kifayət qədər məlumat verdim. Ayda 64 ilə məlumatlara baxdıq. Wi-Fi sürətinə baxdıq, videoların açılmasına baxdıq. Kanalların açılmasına da baxa bilərik təbii ki. Çox qısa şəkildə, çünki başqa cür YouTube bizə onu görürsünüz. Yəni kanalların açılmağı göz qabağındadır. Yəni saniyənin 1/10. Çox möhtəşəm bir TV boxdur. Çox əla bir TV boxdur. Çox sürətli, 1 gigabit LAN girişi, istədiyimiz proqramı sürətli şəkildə açır. 4K 60 FPS HDR video, heç bir problemi yoxdur. Əla TV boxdur. Qiyməti təbii ki yüksəkdir. Belə TV boxlarda təbii ki qiymət yüksək olmalıdır. Amma kim 6-7 il TV box alıb problemsiz işlətmək istəyirsə, təbii ki belə TV boxlar. Digər o no-name TV boxlar 3-5